Xoş gördük hər birinizi, dəyərli YouTube kanalımın izləyiciləri. Mən Mətanət Nəbiyeva sizlərə çərçivə sənədində yeni əlavə olunan daha bir mövzu haqqında məlumat verəcəm. Bu arada yeni endirimli fevral qruplarımıza qeydiyyat davam edir. Dərslərə qeydiyyatdan keçmək üçün qeyd olunan nömrəyə müraciət edə bilərsiniz. Vaxt itirmədən keçək izaha. Müəllimlər, ümumiyyətlə dizayn, tədrisin və cəlb olunmanın əsasında dayanan əsas addımlardan biridir. Gəlin görək, ümumiyyətlə tədrisdə dizayn düşüncəsi dedikdə nə nəzərdə tutulur? Dizayn problemin həllinə şagird mərkəzli olan bir yanaşmadır. Ümumiyyətlə bilirik ki, müasir təlim prosesində proseslər, fəaliyyətlər necə qurulub? Şagird mərkəzli. Eyni zamanda həm yaradıcı, həm analitik, həm də təcrübəyə əsaslanan bir yanaşma təqdim edən innovativ, yəni yenilikçi bir metoddur. Deməli, bizim dizayn düşüncəsi deyəndə, dizayn deyəndə biz buna necə bir model kimi yanaşırıq? Təbii ki, şagird yönümlü. Həm təcrübəyə əsaslanır, həm yaradıcılığa əsaslanır, həm problem həll etməyə əsaslanan innovativ bir modeldir. Bəs yaxşı. Müəllimlər, dizayn düşüncəsini hansı mərhələlərdən keçərək formalaşdırmaq olar? Dizayn düşüncəsini biz əsasən həm şagird tərəfdən, həm də müəllim tərəfdən 5 mərhələdən keçərək formalaşdıra bilərik. Gəlin bunlarla qısaca tanış olaq. Birinci empatiya mərhələsidir. Empatiya qarşındakı istifadəçinin ehtiyaclarını, təcrübələrini dərindən anlayırsan, yəni özünü o istifadəçinin, o oxucunun yerinə qoyursan. Bu nə oldu? Empatiya. İkinci keçirik problemi müəyyənləşdirmək. Burada hər bir mərhələ özündən əvvəlki mərhələdə toplanmış məlumatları reallaşdırmağa xidmət edir. İkinci mərhələmiz problemi müəyyənləşdirmədir. Problemi müəyyənləşdirmə toplanmış, yəni empatiyada artıq topladığımız, biz istifadəçinin ehtiyaclarına baxdıq, təcrübələrini dərindən anladıq. Artıq burada topladığımız məlumatlar əsasında problemi əsas və konkret şəkildə ifadə edə bilirik. Görək bizim problemimiz nədir? Və yaxud da ki, istifadəçinin problemi nədən ibarətdir? Buna necə yanaşa bilərəm? Necə həll edə bilərəm? İdeya. İdeya nədir? İdeya artıq yaradıcılığın sərbəst buraxılmasıdır. Biz idrak taksonomiyasında yaratmaq mərhələsi öyrənmişik sizinlə. Bax, ideya yaratmaq yaradıcılığın sərbəst buraxılmasıdır. Və burada beyin həmləsindən istifadə olunur. İndi az sonra izah verəcəm ki, necə istifadə olunur. Növbəti prototipləşmədir. Prototipləşmə seçilmiş ideyanı sınaqdan keçirmək. Müəyyən bir sxem üzərində ola bilər, cədvəl üzərində ola bilər, rollu oyun şəklində biz o seçdiyimiz ideyanı, yəni ideya yaratmaqdır, seçdiyimiz ideyanı sınaqdan keçirdiyimiz mərhələ prototipləşmə mərhələsidir. Baxın, deyir ki, ideyanın işlənmə qaydasını göstərir və bu göstərmə ssenari, xəritə, rollu oyun formasında istifadə oluna bilər. Və ən sonuncu da test etmə, yəni təcrübədən keçirmə sınaq mərhələsidir. Düzdürmü? Sınaq mərhələsində də artıq biz həlləri nə edirik? Bax, bu mərhələdə prototipi sınaqdan keçiririk. Ehtiyac varsa ona düzəliş edirik, yəni təkmilləşdiririk. Deməli, hansı mərhələlərdən ibarət oldu? Empatiya, problemi müəyyənləşdirmə, ideyanın yaradılması, prototipləşmə və test etmə. İndi gəlin, şagirdin marağı çərçivəsində bunlara daha dərindən baxaq. Birinci empatiya. Empatiya ümumiyyətlə müəllimlər, yəqin lövhə yaxşı görünür də, çox kəsmirəm lövhənin qarşısına. Empatiya dizayn düşüncəsinin başlanğıc, yəni bir yerdən başlamalıyıq biz dizaynda, düzdürmü? Həmin o dizaynda bizim başlanğıc nöqtəmiz necə adlanır? Empatiya. Empatiyada artıq sən real istifadəçinin ehtiyacları ilə, onun düşüncələri ilə, hissləri ilə, təcrübəsi ilə, eyni zamanda onun qarşılaşdığı problemləri dərindən anlayırsan. Yəni özünü onun yerinə qoyursan, başa düşürsən. Düzdürmü? Bəli. Burada artıq şagirdimiz nə edəcək? Tədqiqat aparacaq,
müşahidə edəcək, sual verəcək, istifadəçinin baxış bucağından, yəni onun baxış bucağından məsələyə baxacaq ki, mən məsələn onun yerində olsam nə edərəm, necə yanaşaram? Yəni başqasının baxış bucağından baxılacaq. Düzdürmü? Müəllim nə edəcək? Müəllim bu mərhələdə şagirdlərə insanın yaşadığı çətinliyi niyə, məsələn, müəyyən bir çətinlik yaşamışıq, niyə belə hiss etdiyini araşdırmağı öyrənir. Yəni, insan, məsələn, niyə özünü emosional durumdan stabil hesab etmir və yaxud da ki, niyə kədərli hesab edir, niyə öyrənmədə çətinlik var və bunun səbəbini araşdırmağı artıq müəllim şagirdlərə nə edir? Öyrətmiş olur empatiya mərhələsində. Empatiya qurma şagirdin deyir, yalnız idrak deyil, məntiqini deyil, eyni zamanda necə emosiyalarında, empatiyada bir emosional duyğular da var, onları da işə salır. Və bu mərhələdə emosional öyrənməklə birbaşa əlaqə var. Şagird, bayaq dediyimiz kimi, öz hisslərini başqasının yerinə qoyur, yəni başqasını anlayır və sosial məsuliyyət hissi, cəmiyyətə bağlı məsuliyyət hissi, insanlara bağlı məsuliyyət hissi ön plana çıxır. Yəni empatiya nə oldu? Özünü başqasının yerinə qoymaq. İndi keçək ikinci etap. İkinci etapda problemi müəyyənləşdirmək. Biz artıq empatiyada məlumat topladıq. Şagirdimiz məlumat topladıq ki, yerində olmayan nədir? Başqasının baxış bucağından baxdı məsələyə. Təcrübə olaraq, emosional olaraq anladı, başa düşdü. Artıq bu mərhələdə, empatiya mərhələsində toplanmış müşahidə və yaxud da ki, müsahibə nəticələri sistemləşdirib biz əsas problemin nə olduğunu, nədən qaynaqlandığını araşdırırıq. Düzdürmü? Məqsəd burada çoxlu məlumat arasından ən vacib ehtiyacı və əsas çətinliyi, təkrar edirəm, ən vacib ehtiyacı və əsas çətinliyi nə etməkdir? Müəyyən etməkdir. Problem kimə aiddir, niyə qaynaqlanır, niyə baş verir? Məsələn, daha sonra belə bir sual ola bilər ki, necə edə bilərik ki, biz bu problemi həll edək? Qısa, konkret cəhətdən buna biz yanaşmağı öyrənməliyik və məqsəd yönlü şəkildə burada fəaliyyət nə etməlidir? İrəliləməlidir. Eyni zamanda təbii ki, burada komanda fəaliyyətindən də biz söhbət edə bilərik ki, komanda o hədəfə çatmaq üçün, problemi araşdırmaq üçün birgə iş görəcəkdir. Düzdürmü? Bu artıq problemin müəyyənləşdirilməsi. Yəni, problemim nədir? Əsas problem nədən ibarətdir? Bunu artıq ikinci mərhələdə şagird müəyyənləşdirmiş olur. Üçüncü artıq ideya yaratmaqdır. Bu da yaradıcılıq prosesinin nə idi? Mərkəzidir. Burada daha çox biz beyin həmləsindən istifadə edə bilərik. Beyin həmləsi nə idi? Yəni, heç bir məhdudiyyət olmadan bütün ideyalar sorğu-sualsız yazıya alınırdı. Düzdürmü? Burada da belədir. Deyir ki, şagirdlər heç bir məhdudiyyət olmadan mümkün qədər çox ideya irəli sürürlər. Yəni, ideya nə qədər çox olsa, arasından seçmək bir o qədər rahat olacaq. Şagirdlər burada artıq çərçivəni aşır, müəyyən çərçivədən kənara, yəni yaradıcılıq işə düşüb, düzdürmü? Fərqli perspektivdən, alternativ yoldan baxacaq, yeri gələndə risk alacaq, düzdürmü? Hər bir yəni uğurun kökündə bir uğursuzluq dayanır. Və məqsəd ən doğru ideyanı tapmaq deyil burada. Çünki hamısını nəzərə aldıq, düzdürmü? Amma digərki mərhələlərdə artıq uyğunluğu seçəcək. Müxtəlif və yeni həll yol variantları yaratmaqdır. Deməli, müxtəlif və yeni həll variantlarının yaradılmağından söhbət gedirsə, bu ideya yaratmaq olacaq. Sonraki mərhələlərdə artıq onların arasından baxıb biz uyğunluğu seçə bilərik. Deməli, qeyd etdik ki, burada nədən istifadə edirik? Beyin həmləsi metodundan istifadə edirik. Strukturlaşdırılmış fəaliyyətlər daha təsirli olur. Məsələn, orada 1-2-4 metodu var ki, müəllim bu metoddan istifadə edə bilər ki, şagird fərdi olaraq düşünür, metodumuz 1-2-4. Deməli, fərdi olaraq tək düşünür, fikirlərini ikilikdə, yəni cütlə paylaşır. 2 nəfər oldu mu? Fərdidən gəldi 2-yə. Daha sonra dörtlükdə genişləndirir və bütün, belə deyim də, bu fəaliyyətlər sonunda siniflə paylaşılacaq. Yəni, ideyalar dörtlükdə genişləndirildi və bir yerdə neynədir? Toplandı. Bu da ideya yaratma. İdeya yaratma nə ilə bağlı oldu? Yaradıcılıqla bağlı oldu. Kifayət qədər burada fikir irəli sürülməlidir, ideya irəli sürülməlidir. Yəni, səhvi düzü onun sual altına alınmır. İndi keçək prototipləşmə.
Prototipləşmə nədir? Prototipləşmə artıq biz ideya yaratma mərhələsində dedik ki, şagirdlər ideyalarını irəli sürdü. Biz də onları qeydə aldıq. Düzdürmü? Bəs bu prototipləşmədə nə edirik? Burada ideya yaratma mərhələsində seçilmiş ən uyğun fikir və yaxud da ki, fikirlər test olunur. Test oluna biləcək formaya salınır ki, yəni mən bu fikirlərdən hansını sınaqdan keçirdərəm? Ən uyğunları seçilir, düzdürmü? Prototip hazır və yaxud da ki, mükəmməl bir məhsul olsun deyə bizim qarşımıza hər hansı bir şərt qoyulmayıb ki, səhvsiz olsun prototip və yaxud da ki, qüsursuz olsun, xeyr. Belə bir şərt qoyulmayıb bizim qarşımıza. Bu prototip hər hansı bir eskiz ola bilər, kağız eskizi ola bilər, poster ola bilər, ssenari ola bilər, rollu oyun ola bilər, rəqəmsal dizayn və s. kimi biz bu prototipi həyata keçirə bilərik. Bu mərhələnin bəs üstünlüyü nədən ibarətdir? Bu mərhələnin üstünlüyü ondan ibarətdir ki, ideya artıq kağız üzərində və yaxud da ki, hər hansı bir fikirdə qalmır. Düzdürmü? Artıq bu ideyaya prototipləşdirdiyimiz üçün real istifadəçinin görüb reaksiya verə biləcəyi bir məsələyə çevrilir ki, reaksiya verir, öz fikirlərini irəli sürür və müəllimlər prototip hazırlaşandan sonra istifadəçilərin ixtiyarına verilir. Hədəf qruplarla o sınaqdan keçirilir. Yəni ilk öncə təcrübədən keçirilir. Nə işləyir? Yəni nə yerindədir? Nə anlaşılmayıb? Nəyi dəyişmək lazımdır? Yəni əgər bir sınaqdan keçirirsə, bunlara nə etmiş oluruq? Cavab tapmış oluruq. Və beləliklə bu prototipləşmə, yəni sınaqdan keçirmə vaxt və resurs sərf etmədən öyrənməyə imkan verir. Həm də növbəti mərhələdə artıq biz belə deyim, nəyin təkmilləşdirmə, eyni zamanda nəyi səhv eləmişik, harda düz eləmişik, bunları ölçüb biçməyə bizə yardım edir. Sonuncu mərhələmiz müəllimlər test etmədir. Test etmədə artıq prototipdə biz bir öncəki mərhələdə sınaqdan keçirdik. Və burada məqsəd ümumi fikir toplamaqdan ibarət deyil. Burada artıq dəqiq müşahidədən rəy almaqdan söhbət gedir. Məsələn, istifadəçi prototipi həyata keçirib, istifadə etdi. Harda çətinlik çəkib, nəyi başa düşməyib, hansı məqamda maraq itib. Burada diqqətlə izlənilir, düzdürmü? Və artıq bizim prototipimizdə konkret düzəlişlər olur. O rəylər əsasında ki, harda səhv eləmişəm, nəyi təkmilləşdirməliyəm, nəyi sadələşdirməliyəm və nələr lazımsızdır, bunları çıxarırıq. Düzdürmü? Əgər deyir, rəylər problemin düzgün müəyyənləşdirilmədiyini, yəni rəy veririk, problem düzgün müəyyənləşdirilməyib, düzdürmü? Onu görürsə, empatiya mərhələsinə qayıdaraq nə edə bilərik? İstifadəçiyə daha məqsəd yönlü bir suallar ünvanlaya bilərik. Düzdürmü? Buradan artıq dedik ki, test mərhələsində aldığımız rəy əsasında düzəliş dövrü başlayır və təkmilləşmə icra olunur. İndi keçək müəllimin gözündən baxmağa. Getdik indi müəllim nümunəsində baxmağa. Şagird nümunəsində izah elədik. Nəyin necə, hansı ardıcıllıqla aparılmalıdır. Müəllim nümunəsində də ardıcıllıq eynidir, amma burada necə düzəliş olunmalıdır? Yəni elə bir ki, müəllimi bir növ fasilitator kimi görürsünüz, düzdürmü? Müəllim nümunəsində baxaq empatiya. Deyir ki, müəllim şagirdlərin dərsdə passiv iştirak etdiyini müşahidə edir, düzdürmü? Bu passiv müşahidə etdiyini, iştirak etdiyini müşahidə edən müəllim problemi deyir, dərhal həll etməyə çalışmır. Düzdürmü? Nə edir müəllim? Əvvəlcə şagirdin təcrübəsini anlamağa çalışır ki, yəni bu problem nədir, nədən qaynaqlanır? Bunun üçün də qısa müsahibədən, anonim sorğulardan, yəni bunlardan istifadə edərək şagirdin çətinlik çəkdiyi və yaxud da ki, ona maraqlı gələn fəaliyyətləri öyrənir, ehtiyaclarını qeyd edir və toplanan məlumat əsasında, yəni həmin o müsahibədir, anonim sorğudur, bunlar əsasında, yəni toplanan məlumatlar əsasında müəllim başa düşür ki, passivliyin səbəbi nədir? Yəni, o passivliyin səbəbini araşdırırıq. Mən passivliyə dərhal həll etməyə çalışsam problemi, növbəti dəfə eyni problemlə qarşılaşa bilərəm. Ona görə o problemin kökünü araşdırmaq lazımdır. Kökünü araşdırandan sonra
şagirdin onu özünün düzəltməsinə şərait yaradırıq. Deməli, deyək ki, passivliyin əsas səbəbi şagirdlərin çatışmazlığı deyil, fəaliyyətin real həyatla zəif əlaqələndirilməsi və şagirdlərə seçim imkanı verilməməsi. Deməli, bizim əsas iki həll edəcəyimiz fəaliyyət və yaxud da ki, çətinlik var ki, real həyatla əlaqələndirməliyik və şagirdlərə seçim haqqı verməliyik. İkidə keçirik problemi müəyyənləşdirmə. Bu mərhələdə artıq yuxarıda biz müşahidə, rəy haqqında məlumat almışıq, düzdürmü? Onları sistemləşdiririk. Problemi ümumi və qeyri-müəyyən formada deyil, dəqiq və fəaliyyətə yönəlik şəkildə dəqiq olmalıdır. Şagirdin fəaliyyətinə yönəlik şəkildə ifadə etməliyəm. Məsələn, şagird dərsdə passivdir. Bu sizcə düz yanaşmadır? Xeyr, niyə passivdir? Əsas odur ki, o problemin səbəbini, nədən qaynaqlandığını biz həll eləməyi bacarırıq. Deyirəm ki, şagirdlərin dərs mövzuları ilə real həyat arasında əlaqə qurmasına, öyrənmə prosesinə, seçim etməsinə imkan verən fəaliyyət çatışmır. Yəni, bir növ düzdür, burada da o çatışmazlıqları ifadə elədim. Amma passivdir şagird, öyrənmir və yaxud da ki, tənbəldir. Sizcə burada mən hər hansı bir nəticə ala bilərikmi? Təbii ki, xeyr. Konkret olaraq çatışmayan xüsusiyyətlərə və onları necə aradan qaldırmaq lazımdır, onlara yönəlmək lazımdır. Sonra, üçüncü mərhələmiz ideya yaratmaqdır. İdeya yaratmaq nə deməkdir? Müəllim burada artıq ideya yaradanda yaradıcılığa yönəlirik də, düzdürmü? Şagirdləri kiçik qruplara bölür. Kiçik qruplara böləndən sonra da dərs mövzularını real həyatla əlaqələndirir. Və artıq yuxarıdakı problemi biz burada həll edə bilərik. Şagirdlərə seçim imkanı verən ideyaları nə edirik? Onlara təklif edirik, düzdürmü? Məsələn, eyni mövzu üzrə real problem üzərində rollu oyun qura bilərik, debat qura bilərik, rəqəmsal bir məhsul qura bilərik ki, yəni o problem həll olunsun, şagirdlər işləsin, seçim haqqı tanınsın. Yaratma mərhələsində deməli, şagirdlərə biz seçim haqqı tanıya bilərik. Və növbəti prototipləşdirmə və yaxud da ki, prototipləmə. Burada artıq müəllim dərsin bir hissəsi üçün qısa hər hansı bir layihə ola bilər. İndi layihənin mövzusu fərqli olar. Layihə tapşırığının planını yazır. Alternativ fəaliyyətlərdən ibarət seçim siyahısı tərtib edir və dərslik mövzusunu real həyat problemi üzərində qurulmuş bir kiçik ssenariyə çevirir. Bu nə deməkdir? İndi deyirəm ki, bu prototip dərs planını bir və yaxud da ki, 2 dərsdə tətbiq edirik. Yaratdığımız prototipi. Və bu prototipləşmədə məqsəd o yaratdığımız prototipin ideal olub olmamasından getmir. Burada şagirdin necə reaksiya verdiyi, nəyi başa düşüb, harada çətinlik yaşadığını müəllim tərəfindən müşahidə olunur ki, yəni şagird harada çətinlik yaşayır. Bundan sonra ölçdük, şagird harada çətinlik yaşadı. Keçirik növbəti mərhələmiz test etmə mərhələsinə. Test etmə mərhələsində müəllim şagirdin fəaliyyətə artıq yəni test etmə mərhələsinə qoşulma səviyyəsini müşahidə edir. Qısa refleksiya sualları verir və nə edir? Qrup müzakirələri aparır və anonim rəy formatından istifadə edərək hansı hissələrin işlədiyini, hansının çətin və yaxud da ki, qarışıq olduğunu öyrənir. Və müəllim burada neynədir? Fəaliyyətləri həyata keçirdi də. Təbii ki, toplanan rəy əsasında da müəllim anlayır ki, məsələn, seçim imkanı şagirdin motivasiyasını artırır. Bura qədər gözəl. Tapşırıqların təlimatı amma kifayət qədər aydın deyil. Motivasiyasını artırıb, amma təlimat kifayət qədər aydın olmadığına görə bunu biz bir balaca da inkişaf elətdirməliyik. İndi keçək bununla bağlı müəllimə bir neçə test nümunəsinə baxaq. İndi bir neçə test nümunəsi üzərində baxaq. Deyir ki, müəllim dərs zamanı şagirdin davranışını izləyir. Hansı tapşırıqda çətinlik çəkdiyini qeydə alır və onlarla nə edir? Söhbət edir. Sizcə burada hansı mərhələ reallaşıb dizayn düşüncəsinə görə? Şagirdin davranışını təcrübə olaraq, müşahidə olaraq izlədiyim, hansı tapşırıqlarda çətinlik çəkdiyini qeydə alıb söhbət etdik. Burada müəllim tərəfindən bir müşahidə var. Müşahidə varsa biz bunu hansı mərhələ kimi başa düşə bilərik? Təbii ki, empatiyadan söhbət gedir. Yəni, çətinlik var, çətinliyi aradan qaldırmaq üçün fəaliyyətə keçdik. İkinci hissəmiz.
Müşahidədən sonra məlum olur ki, şagirdlər mövzunu gündəlik həyatla əlaqələndirə bilmədikləri üçün dərsdə müəyyən qədər passivlik nümayiş etdirirlər. Burada artıq problemin səbəbi, düzdürmü? Problemi müəyyənləşdirə bildik ki, empatiyada müşahidə elədik ki, budur. Amma burada artıq problemi müəyyənləşdirməkdir. Nə deyir? Deyir, şagirdlər mövzunu gündəlik həyatla əlaqələndirə bilmədiyi üçün passivdirlər. Əsas səbəb var da, düzdürmü? Əsas səbəbi tapmışıqsa, deməli problemi də müəyyənləşdirmişik. Növbəti 3. Müəllim və şagirdlər birlikdə dərsin daha maraqlı keçməyi üçün müxtəlif təklif irəli sürür də. Deməli, artıq burada müəllim fasilitatordur, demir ki, şagirdin əvəzinə təklif irəli sürür. Bir yerdə müəllim fasilitatorluq edir, şagird təklif irəli sürürsə, təbii ki, burada nədən söhbət gedəcək? Müxtəlif ideyanın yaradılmasına. Bu, indi sadə sual nümunələrdir. Bir müddət sonra, mövzunu daha yaxşı anlayandan sonra nisbətən mürəkkəb tipli sual nümunələri təqdim olunacaq. Deməli, təkliflərdən biri əsasında dərsdə istifadə olunacaq sadə tapşırıq nümunəsi hazırlanır. Deməli, biz qeyd etdik ki, ideya yaratmada, düzdürmü? Müxtəlif ideyalar beyin həmləsindəki kimi irəli sürülür. Düzdürmü? Hamısını götürdük. Amma artıq prototipləşmə mərhələsinə keçəndə o ideyalar arasından səmərəli olanı seçirik. Deyir ki, tapşırıq nümunəsi hazırlanır. Təkliflərdən biri əsasında. Neynənib? Deməli, artıq ideyadan prototipləşməyə biz keçmiş olduq. Və 5-ci sual, sonuncu sual. 5-ci sualda nədən söhbət gedir? Hazırlanan tapşırıq dərsdə tətbiq olunur, şagirdlərin reaksiyaları müşahidə olunur. Ümumiyyətlə, şagirdin reaksiyasının müşahidə olunmağından və o hazırlanan tapşırığın dərsdə tətbiqindən söhbət gedirsə, tətbiq və o həmin tapşırığın müşahidə olunması bərabərdir test etmə mərhələsi. İzahımız bu qədər. Əgər hər hansı bir təklifiniz olarsa, öz fikirlərinizi videonun rəy bölümündə qeyd etməyi unutmayın.